Qaraxanlı YouTube TV YouTube kanalı təqdim edir. Mədəniyyət xəbərləri rubrikası efirdədir. Layihə rəhbəri və müəllif Yunis Qaraxanlı. Salam, dəyərli izləyicilər. Xəbər verdiyimiz kimi, bugün Əhmədli qəsəbəsində yerləşən Şuşa restoranında ustad, şair, jurnalist, Şərqin Səsi qəzetinin redaktoru İlyas Əfəndi Vəfalının 65 illik yubileyinə həsr olunmuş Qoşma Ədəbi Məclisinin tədbiri keçirildi. Tədbiri giriş sözləri ilə məclisin rəhbərləri ustad şair Qəzənfər Məsimoğlu və şairə Əzizə Ağahüseyn qızı açaraq məclis üzvlərini və qonaqları salamladılar. Sonra dövlət himni səsləndirildi və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra ustad şairin həyat və yaradıcılığına nəzər salındı. Ustad şair, jurnalist İlyas Əfəndi Vəfalı çıxış edərək məclis rəhbərlərinə, üzvlərinə və gələn qonaqlara öz səmimi təşəkkür və minnətdarlığını bildirdi. Özünün ifasında Borçalı şeirini səsləndirdi. Üç qəzeti redaktoruyam, üç lətifiyatın ədəbi redaktoruyam. Titullarda ki, maşallah, qızıl qələmlər tutmuş. Bir ayda 2 də mükafat almışam, zirvə və zəfər diplom almışam. Yəni fəaliyyətin bəziləri məlum, bəziləri məlum olar. Yəni başlayaq şeirdən. Başlayaq. Bir el gecəsində səndən gözəl yoxdur. Var düşündür bir gözə gələrsən. Gözə gəlimlisən, səhhətindən çox. Qəfil söz atarlar, sözə gələrsən. Heç zaman gəl olma özündən razı. Ərizə gülənə etməyən nazı. Özünü ələ al, zalimin qızı. Alışıb yadarsan, sözə gələrsən. Özündə razısan, nəymə düşərsən. Ədlindən ziyadə gülmə şəkərsən. Gün anlayarsan, başa düşərsən. Səsin ki, sən ondan üzə gələrsən. Deməli, İlyasın götürmür gözü, heç vaxt yalan tutmaz şairin sözü. Sənə nəşqətin, vaxt budur düzü, salmışsan çoxunu, gözüm çıxdıya, toxular mən nəzər, gözə gələrsən. Bol çalıb, könlümə yaman düşmüsən. Qoy gəlim günündən öpüm qayıdın. Sənsiz bu dünyada heç kiməm inan, mehindən, yerindən öpüm qayıdın. İstərəm baxçalı bağını gəzim, alanımı gəzim, dağımı gəzim. Şirin botlarına sağımı gəzim, ocaqda külündən öpüm qayıdın. Çağır qolaş yağmur, görüşə gəlin. Səninlə birlikdə şadlanım gülüm. İlyasam, toxulsun başına əlim. Ləhcəndən, dilindən öpüm qayıdın. Tədbirdə məclis üzvlərindən Zöhrə Qaraqızı, Ələsgər Talıboğlu, Fazil Sənan, Raqib Nazimoğlu, İldırım Əlişoğlu, Vahid Çəmənli, Şəfiqə Məmmədova, Rövşən Mirbəladov, Tahirə Əliyeva, Mail Məmmədli, Yasəmən Möhəbbət qızı, Xəlil Mirzə, Yaşar Kamaloğlu, Solmaz ana, Rövşən Xaləddinoğlu, Qulu Xaləddinoğlu, Həmzə Həqqani, Bəhiyə Nağıyeva, Ziyafət Tovuzlu, Yunis Qaraxanlı, gələn qonaqlardan Hüseyn Sözlü, Nazlı Yazar və Könül Turablı çıxış edərək yubilyarın müxtəlif səvkidə yazdığı şeirləri səsləndirdilər. Yunis Qaraxanlı ustad şairə həsr etdiyi Taxıb çeşməyini gözünə ustad adlı şeirini səsləndirdi. Yaşar Kamaloğlu öz əli ilə çəkilmiş ustadın portret şəklini təqdim etdi. Aşıq Ataxan Borçanın ifasında səslənən Aşıq havaları məclis üzvlərini və gələn qonaqların ürəklərini diqqətə gətirdi. Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi. Dəyərli izləyicilər, Mədəniyyət xəbərləri rubrikasında
gələn görüşlərədək. Sağ olun.